Milli Məclisin növbədənkənar sessiyasının bugün keçirilən iclasın gündəliyinə 14 məsələ salınmışdı. İclasın gündəliyindəki birinci məsələ Azərbaycanın 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin ikinci oxunuşda müzakirəsi idi. Müzakirələr zamanı millət vəkilləri bildirdilər ki, 2025-ci ildə də ölkənin əsas maliyyə sənədi bütün sahələrdə maliyyə təminatı yaradıb ki, fəaliyyətin və qarşıya qoyulan vəzifələr uğurla həyata keçirilib. Başlıcası isə 2025-ci ildə milli prioritetlərin, eyni zamanda sosial-iqtisadi inkişaf konsepsiyasının böyük qaydışa dair birinci dövlət proqramının uğurla həyata keçirilməsi üçün 2025-ci il dövlət büdcəsi haqqında qanun layihəsi maliyyə əsası yaradıb. Müzakirələr zamanı millət vəkilləri bəzi təkliflər də səsləndirdilər. İclasda həmçinin bir sıra qanunlara, o cümlədən media haqqında qanuna təklif olunan dəyişikliklər də müzakirəyə çıxarıldı və birinci oxunuşda qəbul olundu. Qeyd edək ki, media haqqında qanuna əsasən ölkədə vahid sistemdə, vahid formada media haqqında yeni qurum, yeni təsisat formalaşacaq. Müzakirələr zamanı millət vəkilləri müxtəlif istiqamətlərdə təkliflər səsləndirdilər, eyni zamanda qanun layihələri səsvermə ilə qəbul olundu. Təklif olunan dəyişikliklərlə bağlı, qanun layihələrlə bağlı təbii ki, biz xəbərlərin növbəti buraxılışlarında geniş reportajımız olacaq ki, orada bütün məlumatlar əksini tapacaq. Hələlik isə bu saata çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.